dəyərli tələbələrim, bu günlər sizlərlə icmalda mənə atdığınız əl işlərinizə baxacağam. Bir sözünü həqiqətən çox zövq aldım. Çünki aralarında o qədər gözəl əl işlər var ki, zaten deməyə ehtiyac yoxdur, görəcəksiniz. Bunu da deyim ki, uşaqlar, bunu part 1, part 2-yə ayırmayacağım. Yəni 42 nəfər, hərəsi məsələn 10 dənə atan var, 3 dənə atan var, 5 dənə atan var, 80-dən çox rəsm var da, yəni qabağımda. Ona görə müəyyən qeydlər aparmışam ki, yəni yaddan çıxın olmasın, yəni maraqlı olsun. Ona görə də çox da videonu uzatmayaq, başlayaq. 11 yaşım var, məktəbdə sıxılanda çəkmişəm. Bu qorxulu şeylərdir. Yəni tövsiyə etmirəm sıxılanda belə şeylər. Biraz müsbət auralı. Çünki çox az yaşım var, 11 yaşım var da. Sən 11 yaşında belə şeylərə baxma mənim balam. Yəni biraz müsbət. Oğlan uşaqlar maşın çək, nə bilim ulduz falan çək, nə bilim oğlanları nə cəzb edir ən çox. Yəni top falan çək, yəni belə maraqlı şeylər, öz zövqünü, yəni dərsdə başqa bir şey, belə qəribə şeylər fikirləşmə. Yəni hansı dərsdə belə sən bu formada fikirləşirsən? Yəni dərsdə də çalışın uşaqlar. Müəllimdən də çox şey asılıdır, sizdən də çox şey asılıdır. Bir tərəfli yanaşmayın. Amma məsələn kəllə qəşəngdir. Gələcəkdə portret işləyəndə sənin binövrən kimi olacaq. Göz məsələn maraqlıdır əslində təsvirlərin. Sadəcə bir balaca az yaşlı üçün biraz düzgün olmayan təsvirlərdir. Yəni demirəm şəklin pisdir. Sadəcə dediyim kimi daha özünü rahat hiss etdirən, yəni maraqlı, yəni düşüncələrini oynadan bir şeylər tövsiyə edirəm. Məncə başa düşdün nə demək istədiyimi. İkinci Lovely Star adlı bir qızımızdır. Qələmlə işləyib dəftərdə. İlk sual məndə nə yaranır? Neçə yaşı var görəsən? Mən eskizlərə pis şey demirəm uşaqlar. Eskiz işləyin. Nə qədər əlinizdə cızma-qara eləsəniz, əliniz nə qədər fəaliyyətli olsa, bir o qədər inkişaf edərsiniz. Yəni bunu unutmayın. Daim, çünki fikirləşin, bir söz var, türklər demişkən, damlaya-damlaya göl olur. Yəni addım-addım gedilən yolda hansı bir məqsədə çatacaqsan da, yəni onun bir başlanğıcı varsa, onun bitişi də olacaq. Bitiş əlbəttə ki, olmaz. Hər dəfə bir nə isə bizim qarşımıza çıxır və qabağa getmək üçün bir məqsədimiz, bir hədəfimiz olmalıdır. Onun üçün də işləməkdən vaz keçməyin. Əsas məsələ odur. Aha, digər rəsmimizə baxırıq. Adım Nuraydır, 10 yaşım var, dəftərdə portret işləyib qızımız. 10 yaşlı uşaqlar. Niyə balaca az uşaqlar portretə meyil edir, mən onu başa düşmürəm. Mən heç portret işləməyə meyilim olmazdı. Tam əksin portretdən qaçardım. Nəyə görə? Oxşada bilməməkdən bəlkə. Bəsdən yaxşı bir şeydir. Oxşada bilməməkdən qorxmamaq yaxşı bir şeydir. Cəhd edirsən də. Amma məndə o qorxu olardı. Mən çox natürmort istəməyi, güllü çiçəyi çəkməyi, güllü sevməyi, gülü çox sevərdim və gül çəkməyi. Nənəmə verərdim, evimdə asar dedi, ay bunu nəvəm işləyib falan. O mənə çox qəşəng hiss elətdirərdi, özümə qürur yaşayardım. Bir dəfə çəkmişdim də bizdən birini lağ etmişlər, amma zarafat lağ deyəndə bir də təbəssüm yaratmışlar, ayda mən bugün deməyəm falan filan. Ona görə uzaq durardım və həvəsimi sındırardı da yəni. Ona görə tövsiyə etmirəm, amma yəni də pis deyil. Qırmızı saçlı, qulaqcığı taxan şirin bir qızdır. Pis deyil, 10 yaşlı uşaq işləmişsən, öz marağınla işləmişsən. Yəni əladır, süperdir məncə. Digər, salam, mənim adım Mustafadır. 10 yaşım var. Mənim də şəkillərimə fikir bildirmənizi çox sevinərəm. Mən də çox sevinərəm ki, əl işlərini atmısan və düz 8 dənə əl iş atıb. Çox qəşəng. Birincisinə baxaq. Bizi bir anime qarşılayır. Yojodur bunun adı. Mən bunu bir dəfə çəkəcəm siz üçün. Çünki mən animeləri mən də çəkməyi xoşlayıram. Vaxtım olanda əlbəttə ki. Qəşəng də işləmişsən. Pis deyil. Aha, bu da çox maraqlıdır. Tonlayıb hətta gözlər məsələn. Yəni gözəlcə tonlayıb, maraqlı görsən. Dördüncüsü var, dördüncü şəklin. O ilk atdığına biraz oxşuyur. Amma ikincisinə də oxşuyur. Elə bunun rəngli versiyasıdır da. Yəni maraqlıdır. Yenə Yojonu eynəyi biraz qəribədir, amma maraqlı görsən. Yojodur, adını bilmirəm, tam da uşaqlar siz yazarsınız. Onun biraz gözləri çox qəşəngdir. Mən özüm mavini çox xoşlayıram. Onun da gözləri çox qəşəngdir. Onu qabağa çıxardıb. Bu hansı digərlərini flamasla işləyir, bunun rəngi karmaşla işləyir, qəşəng işləyir, fərqli olub da. Yəni hər bir metoda öz atıb da, yəni. Bunu da profilində işləyir. Profildən, yəni yanakı işləyib. Profil versiyada uşaqlar yan görünüşdür. Aha, məncə bu ilk göstərdiyində də oxşuyur. Ha, animələr, bunu bildim ki, Mustafa animələri çox xoşlayır. Fərqlidir. Əslində anime çəkmək çətindir uşaqlar. Yəni
O da portretə yaxın bir şeydir. Çünki məsələn animeyə çəkirsən başqa bir şey oxşuyur. O animeyə oxşamır. Amma onlar məsələn bir-birini fərqləndirən cəhətlər ki, saç formasıdır, gözlərin rəngidir. Gözlərin rəngi yox, formalar, ölçüsü, ağzı, burun. Ağzı, burnu o qədər də bilinməsə də, bəzən məsələn dişlər çıxır belə. Qorxulu şeylər də o. Animelər mənə biraz qəribə gəlir, amma maraqlı işləmisiz. Yəqin ki, bu rəsmi bilirsiniz müəllim. Doğrusu Van Gogh'un əl işinə oxşuyurdu. Van Gogh'un əl işi deyəndə, yəni Van Gogh abu-havalı bir təsvirdir. Çünki ulduzların forması da özünüz də görürsünüz. Ay paradı. Fərqli olan təkcə oradakı kəndin təsviri olmamasıdır. Qara rənglərini bildirib şam ağacını falan. Yəni çox da qəşəngdir. Yəni ulduzlar falan çox qəşəngdir. Rəng mavini çox sevən birisi olaraq onu çox bəyəndim. Çox qəşəng işləmişsən. Neçə yaşın var? Yaşını qeyd etməmişsən. Yaş məsələsində bir nəfər yazmışdı ki, mən filan kəsdən eyni yaşdayam, amma ondan lap yaxşı çəkirəm. Ola bilər. Yəni mən də balaca yaş olanda mənim sinifim, yəni oxuduğum sinifdə məndən yaxşı çəkənlər vardı. Halbuki mən indi onlardan hamısından fərqləndim və mən rəssam oldum da. Demək o deyil ki, yəni mən bu sənətin arxasında gedə bilmərəm. Mənə qabağıma sərhəd qoysan, filan ki, səndən yaxşı çəkirsən, çəkə bilməzsən. Yox. Əlbəttə, əsas məsələ sən bu sənəti nə qədər sevdin və bu sənətə nə qədər hörmətlə yanaşdığındır. Hörmətlə deyəndə nə qədər ona, yəni məqsəd o deyil ki, mən ondan yaxşı çəkim, bundan yaxşı çəkim. Məqsəd mən özümdən lap yaxşı çəkim. Mən fərqlənim yaxşı mənada özümdən. Məqsəd özün olmalıdır. Yəni kimisə rəqabət yaxşı bir şeydir, onu pis demirəm. Sadəcə ondan yaxşı çəkirəm, bundan yaxşı çəkirəm. Yaxşı bir şey deyil məncə. Yəni özünüz də biraz fikirləşin ki, hə bunu dedim, hə nə qazandım ki? Yəni məqsəd əgər həqiqətən sən özünün yaxşı çəkdiyini hiss etmirsənsə, o qədər desinlər sən yaxşı çəkirsən. Məndə də elə olur. Məsələn mən bir işimi çox da bəyənməmişəm, o qədər deyiblər çox qəşəngdir, amma bir işimi o qədər əziyyət çəkmişəm, deyiblər ki, hə yaxşıdır da. Tam əksinə mən onu daha çox bəyənmişdim digər işimdən. Belə şeylər də olur. Nəsə çox da uzağa getməyək. Çox başa düşdünüz uşaqlar. Deməli, salam müəllimə, necəsiniz? Adım Mələkdir. 12 yaşım var. Zəhmət olmasa çəkdiyim rəsmlər haqqında rəy bildirərsiniz. Niyə bildirmirəm? Yəni atdığın şəkildə çox qəşəng, maraqlı görsənir. Özümə indi ümumi baxdım şəkillərinə. Bir baxayım indi. Bu işlərin arasında ən gözəldir məncə. Çox bəyəndim, yəni maraqlı görsənir. Yəni biraz nəyə görə deyirəm? Biraz payız sabahısını bizə hiss elətdirir. O siçanın olsun, forması falan. Burada da portretdə işləyib, həm də köməkçi xəttlərdən istifadə eləyib. Və uşaqlı köməkçi xəttlər adından da bilindiyi kimi köməkçi xəttir. Birbaşa uşaqlar köçürməyə meyl edir, amma həm ölçüləri bir-birinə tutuzdurmaq olsun, həm sizin göz yaddaşınızı, o gözünüzdə simmetriyanı da gücləndirir. Yəni gücdə simmetriya deyəndə, yəni sən artıq ölçünü beyninə yedizdirirsən də, elə düşünün. Baxın uşaq, bir tərəfdən aqibətimizi çəkib uşaq, yəni əməli başda. Təkcə ağacları qırmaqla təbiəti körləyən insanların əksəriyyəti pis niyyətli olan insanlardır uşaqlar. Çünki vicdanlı olan bir insan o zibili atanda 2-3 dəfə fikirləşər ki, mən bunu niyə, nə üçün atıram? Bu o demək deyil ki, biri oxumuş, təhsil almış insan olsun. Mən o qədər tanıyıram oxumuş, təhsil almış insan. Əlindəki o zibili birbaşa küçəyə tuluyur. Fikirləşmir ki, bunu təmizləyən var, bir anadır, bir bacıdır. Səsim getdi, əsəblərim körlandı. Yəni fikirləşmir, atır gedir də, yəni sən bunun fərqindəsən də, yəni həm təbiətə ziyan vurursan, həm buradakı işçilərdə gözünün qabağında atmazsan da, yəni həqiqətən çox mənalı bir təsvirdir. Çalışaq ki, uşaqlar ətrafımızdakı yaşıllıqları, ilk növbədə öz vicdanımızı, sonra ətrafımızdakı yaşıllıqları qoruyaq. Nəsə, baxın, şəkillər adamı aparır haralara, düşündürməyə vadar edir. Yəni hər bir çəkilən şəkil elə belə çəkilməyib. Naturmort görürəm, çox qəşəng. Uşaqlar, rəsm öyrənmək istəyirsinizsə, naturmortdan başlayın. Çünki sən bir qab-qacağı, bir meyvəni çəkib oxşada bilmirsənsə, digər hissələrdə sənə çətinlik baş verəcək. Gözdə işləyib də, yəni qəşəngdir, maraqlıdır. Aha, digər işimizə baxaq. Müəllimə necədir? Sondakı S hərfi pis oldu, amma mənim çəkməyə çalışdığım, yəni ikincisidir. İndi sabahı və ya başqa bir günü işıqlarını da falan
edib tamamlayıb atacağam. Atmayayım. Eybi yoxdur. Bu formasıyla da qəşəngdir. Mən indi buradakı yazılar var. Rabin, Max, Eleven. Doğrusu mən bunları başa düşmərəm. Hardansa götürmüsənmi? Bir də onlar da əgər şərhlər, yəni bu videonun çıxsa sənin qabağına, yaz ki, bunun mənası nədir? Çünki mən birinci hərflər pis yazmamışam. Yazılar qəşəngdir, şriftlər qəşəngdir. Biraz da üstündə işləsən, yəni lap əla olar. Yazı yazma ümumiyyətlə şriftlə yazma biraz çətin uşaqlar. Şriftlərin növləri var, akademik, dekorativ. Yəni çətindirlər. Yəni qınamıram. Ona görə çətin yaşamayı da normaldır. Amma deyəsən də mənaları mən çox da başa düşmərəm. Burada da zaten qoyacağam. Digər işimizə baxaq. Bu rəsmi mən çəkmişəm. Hə. Balerin işləyib. Çox da qəşəngdir. Quaş texnikası ilə. Əlinə biraz fikir ver. Əli digər əlinə nisbətən daha yuxarı qaldırdığın əl biraz daha qısa görsənir digərinə nisbətən. Amma yaşını falan qeyd eləsəydin çox əla olardı. Məncə az yaşlıdır. Belə 12-13 yaş aralığında işləyən uşağın işinə oxşuyur. Yəni böyük də ola bilərsən, fərq eləmir də, yəni. Qəşəng işləmirsən, əhsən. Sonra isə My Art Life. Tonlama çox maraqlıdır. Yəni bir gül nə qəşəngdir, yəni gül çox qəşəngdir. Biraz yarpaqlarına da fikir versən, o damarları falan bilindirsən, çox lap əla. O zaten əladır, çox qəşəngdir. İkinci işində portret işləyib, maraqlıdır, tonlamasına biraz fikir versən, lap əla olar. Şöyle tonlama biləndə məsələn açıqdan tündə, tündən açıq. Açıqdan tündə eləsəniz lap əla olar. Çünki biz artıq rəsmi 2 həcmlidən 3 həcmliyə keçirik. Daha canlı, daha real göstəririk. O olsa lap əla olar. Digər bir işimizə baxaq. Seri 16 part 3-də və ya eləməyəcəksinizsə part 3-də seri 17 necədir? Demək istəyir ki, uşaqlar, yəni mən part 16-nın 2 hissəyə ayırdım axı 1 və 2 olaraq. Daha ayırmayacağım uşaqlar. Çünki o qədər mənə yazdılar ki, mənim rəsmim buradadır, mənim rəsmim hardadır. Bir uşaq kaydıra-kaydıra, qabağa ata-ata videoya baxır ki, yəni mənim rəsmimi görsən hardadır. Yəni ümumiyyətlə mənim rəsmimə baxıbmı? Ümumiyyətlə videoya yerləşdirdim. Mən özüm çox pis elədim. Dedim ki, bu videonun nə qədər uzun olursa olsun, indi 14 dəqiqədir, indi baxıram. İndi editləyəndə Allah bilər neçə dəqiqəsi olur. Kəsirəm də bir hissələrini, məsələn, bir problem olur, bir səs yaranır. Mən onların hamısını kat-kat kəsirəm. Ona görə baxıram. Ona görə də yəni şey olmasın da, xoşum gəlmir də. O bir uşaqlar yazdım falan, başa saldım. Yəni Filiz bir şeylə baxır, görmür rəsmini, məyus olur. Onu istəmədim də yəni. Və deyir ki 12 yaşım var, adım da Aytəkindir. Aytəkinin işlərinə baxaq. Ördək çox qəşəngdir. Çox qəşəngdir. Şuna baxın. Nə maraqlı işdir. Cizgi film. Bu cizgi filmə baxmamışam, yalan deyirəm. Amma ona oxşatmışam da. Belə ötəri baxmışam. Onları bəzən məcbur bir də cizgi filmə baxmaq istəyirsən, sonradan baxmırsan, televizyonu söndürürsən. O hal oldu da məndə. Mən nədəsə bu Sünger Bobdur da, Sünger Bobda bu karakter. Desəm biraz mızmızına idi, ona görə onu sevmirdim. Mızmızına. Amma çox qəşəng oxşatmışsan əhsən. 2026 aid bir təsvir görürük. Ana ilə bala çox qəşəng şirin. Stolun üstündəkilər nədir elə? Qələmin şeyini oxşatdım. Maraqlıdır. Portret də işləyir, nə qəşəng. Qəşəng. Dovşan çox şirindir, dovşan da şirindir. Quşları əladır. 6-cı şəklində də quş atıb, tam da orada görsənməyib. Sən də mən ekranı sıxırsan, tam bütöv görsənir də. Amma bu 7-ci ən axırda atdığım şəkil. Nəriman 13 yaşım var. İmzası mənim birbaşa gözümə dəydi. İmzanı çox qəşəng görsən. Çox da qəşəng işləmirsən. Musiqini sənətlə birləşdirmirsən də, yəni incə sənətlə birləşdirmirsən. Nərimanın ümumiyyətlə yağlı boyada işləyir. Yəni Kiçik Prensi. Çox qəşəng işləmirsən. Nərimanın digər işlərinə də baxmışam. Yəni çox qəşəng işləyirsən. Görürsən maraqlıdır. Sən buna hobbi kimi yanaşırsan, yoxsa ümumiyyətlə peşəyə çevirəcəksən? Bu Fidan bilirəm. O cizgi film karakteri var idi. O roz bir formada işləmişdi. O da. Bu quş çox yəni realistik görsənir yəni. Qəşəng işləmişsən, əla. Bu qızımız əməli başlı işləyir də yəni bir sözlə. Sən neçə yaşın var Fidan? Yazarsan ala. Bəlkə yazmışsan, yadımda deyil. O kadar şəkil atıblar. O da beynimiz qarşı, ora qaç, bura qaç. Yəni adam bəzən özüm də yaşımı unuduram, nəinki sizləri. Bu arada yəni fevralda da artıq 24 yaşımız olur. Bəli uşaqlar.
Salam Tərana müəlliməm, mən 12 yaşındayam. Bu rəsmləri özüm çəkmişəm. Uşaqlar həmişə vurğulayır, yəni mən çəkmişəm. Çünki arada 2-3 dəfə gördüm axı Pinterestdən götürən uşaqlar. Çünki mən Pinteresti əlimin içi qədər, yəni ovucumun içi qədər bilirəm də uşaqlar. Çünki mən özüm Pinterestdə hər dəfə saatlarla vaxt keçirən insan idim də. Mən bir şey axtarırdım, daha yaxşısını axtarırdım deyə vaxt itkisi yaranırdı. Tövsiyə etmirəm. Əgər bir şey birinci fikirləşin mən nə çəkmək istəyirəm, ona əsasən axtarsanız lap yaxşı olar. Mən ötərə baxardım. 1 saatım gedərdi və daha çox ola bilər. Aha, nə yazıb? Bu rəsmlərimi özüm çəkmişəm və heç kursa getməmişəm. Uşaqlar bunu həmişə vurğulayır. Uşaqlar, kursa getmək pis bir şey deyil. Bəzi uşaqlar deyir, kursa gedib də belə işləyib. Kursa gedən o qədər uşaq var ki, o qədər bir-birlərindən fərqlənirlər ki, nə qədər çalışqan olsan, nə qədər əzmli olsan, nə qədər öz üzərində işləməyi bacarsan, qabağa gedərsən. Yəni kursa getməmisənsə lap əla, amma kursa gedən də pis şey eləməyin deyə, yəni başa düşmürəm. Mənə çünki bunu deyiblər deyə, sən filan qədər kursa getmirsən, mən sən qədər getsəydim belə-belə olardım. Halbuki məndən orada mən 3 il getmişdim. Məndən 4 il gedən var idi. Ona heç o sözü demirdilər. Gəlirdilər, ümumi mənə dedilər. Çünki nəyə görə mən çox çalışırdım. Onda özgüvən var idi, məndə yox idi. Ona görə bəlkə də ola bilər. Ya da mən elə düşünürəm. İnsanlar bizdən bilir insanın beynindən nələr fırlanırdı. Amma mən özümdən qururdum. Yaxşı bir şey deyil bu qətiyyən. Yəni bəzən elə şeyləri düşünməyə ehtiyac yoxdur. Siz özünüz daxilən məhv eləyirsiniz, lazım deyil. Aha, bu köhnə bir iş idi deyəsən. 25.09 sentyabrda işləyib. 2025-ci il. 2025-də belə keçdi. Maraqlıdır. Çox gözəldir. Qəşəngdə qurub. Əllər biraz məsələn az problemlər var, amma yəni bu demək deyil ki, işin pisdir. Qəşəng deyil eləmsən də, yəni çox qəşəng, maraqlıdır. Aha, portret görürük. Yenə portret görürük. Yəni bu səpkidə işləyib, əhsəndə. Yəni 12 yaşın var da sənin, yəni çox bu üçüncü işin çox şirindir. Ceyran da çox gözəldir. Yəni qəşəngdir. Davam elə. Adın nədir? Adın qeyd eləməyib, yox adın. Onun yaşını sadəcə qeyd edib. Görürsən hansı bölgələrdən bizi izləyənlər var? Ya hansı rayondasınız, onlar da yazasınız uşaqlar. Yəni maraqlı gəldi. Çünki Lənkəranda olan görməmişəm də. Bir nəfər məni görmüşdü, yolda dedi, "A, rəsm çəkən həmin adam." Qaldım belə. Reaksiya bildirəm mən. Amma qəşəng bir hissidir. Salam müəllimə, mən Həzrət, yeni takipçiniz. Bu mənim çəkdiyim şəkillərdir. Hamısını qara ruçka ilə çəkmişəm. İndi 14 yaşım var. Qəşəngdir. Çox qəşəng. İkinci işinə də qəşəngdir. Bax. Bu formada bu qara qələmlə işləmisənsə, qəşəngdir. Və sanki tonlama eləmişsən, elə bir sadə karandaşla tonlama etmişsən kimi görsənir də. Yəni bunu eləmişsənsə əhsən. Çünki qələmlə edilən tonlama biraz çətin olur da. Birbaşa təsir edir. Məsələn, sadə karandaşla elədiyini silə bilirsən, amma qara qələmlə etdiyini silə bilmirsən də. Ruçka sən demişkən silmək olmur ki onu. Yəni çətin olur. Digər bir işimizdə də, yəni əhsəndir, yəni çox qəşəng işləmişsən. Testin üstündə işləyib. Uşaq bezi böyür, deyir ki, mən oxuyun uşaqlar, dərslərinizdə oxuyun, rəsmdə. İlk zaten baxdığımız videoda da uşaq dərsdən sıxılmışdı, nələr çəkmişdi. Bu dərslər bizim nələri vardı. Və bu 4-cü işində bədən proporsiyalarında biraz problem ola bilər. Yəni bu nisbətlər ki var. Onda problem ola bilər, amma bu yəni 14 yaşın var, öz üzərində özün çəkmisənsə sənə halal. 1-2 ay öncə sizə rəsmə başladığımda ilk şəklimi atmışdım və indi artıq 4 aydır gedirəm rəsmə. Bunda əl işimdir. Pinterestdə də paylaşmışam. Neçə yaşınız var? Dizaynla hazırlaşırsınız. Çünki çox bəyəndim. Pinterestdə də paylaşmışam. Çıxmayıb. Oxşuyur Pinterest rəsmlərinə. Amma çox qəşəngdir. Həqiqətən. Qəşəngdir, əhsən. Halaldır. Tonlamasını çox bəyəndim. Əməli başlı Veneraya oxşatmışam. Xarakterdə tutmuşsan. Tonlama çox qəşəngdir. Kampanovka da yerindədir. Əla. Yəni tam bir 8-9 arasında bir qiymət ala bilərsən də, yəni. Hətta 10 da ala bilərsən bəlkə də. Amma mən ən yüksəyi 9 verərəm bu işinə, 10 üzərində. Salam müəllimə, necəsiniz? Çox sağ ol. Daim yaxşı olun. Digər uşaqlar demişdi necəsiniz? Çox sağ ol. Yəni deməsəniz də sevirəm həqiqətən. Rəsmlərinizdən zaten iç dünyanızı azdan çoxdan təxmin edə bilirəm də, yəni. Çox gözəl, qəlbə sahib uşaqlarsınız. Yəni dəyəriniz, sevginiz, bu sənətə yanaşmanız məndən alır. Ona görə bəlkə də
daimi bu serini davam elətdirmək istəyirəm. Çünki zövq alıram bir sözlə. Həmişə yaxşı olun, sən də elə həmçinin. Sizin rəsmləriniz və özünüz əlasınız. Yaxşı ki varsınız, nə yaxşı ki sizlər də varsınız. Tərlan müəllimə, bunlar mənim rəsmlərimdir. İlk dəfə atıram. İnşallah bəyənərsiniz. Niyə də bəyənməyim? Yəni sizin atdığınız hər şeyi bəyənirəm mən. Nəzrindir adı və 12 yaş. Davamlı olacaq. İnşallah. Niyə də olmasın? Elə uşaqlar var ki, ilk seridən bu seriyə qədər hələ də atır da. Yəni mən də çox xoşum gəlir və inkişafını mən görürəm də bir sözlə. Ha, qara giləni işləyib. Necə də qəşəng real işləyib. Qəşəng. Neçə yaşı var idi? 12 yaşlı bu uşaq bu formada tonlama edib. Ha, bu mənzərə biraz desən köhnə işləyindi. Çünki qara gilənlə müqayisədə qara gilə daha qəşəngdir. Tonlaması olsun falan. Amma mənzərədə o deyildi. Elə bir daha 10 yaşında işlədiyi işə oxşur da. Natürmürtdə işləyib. Aha, meyvə səbətində meyvələr qəşəngdir. Gül də çox qəşəngdir. Və burada qiymət alıb 5 ulduz 5. Özü yazıb. Sən yoxsa mənim yazıb. Qəşəng görsənir. Aha, Şəhanə. Yenə Şəhanə əl işinə baxırıq. Və tamamladım. Əvvəlki atdığım daha rəngsiz və parlaq deyildi. Amma üstündə biraz işlədim. Deyirəm axı, bu iş mənə tanış gəlir. Ağladı. Parlaq deyəndə hə, canlı deyildi, elə yadımdadır. Özü bunu məsələn mən bu rəsmini kapak rəsmi olaraq da qoymuşam, elə yadımdadır. Ağladı Şəhanə. Şəhanə, əməli başlı işləyirsən və neçə yaşın var bilmirəm, bəlkə 5 dəfə soruşmuşam. Həqiqətən bu sənətin dalınca get. Əgər bəlkə də tələbəsən, bilmirəm. Çox qəşəng işləyirsən də, yəni. Tələbə olub da sən kimi işləməyənlər var. Şəhanə, hala işləyirsən bir sözlə. Salam müəllimə, 15 yaşındayam. Ha, bu rəsmini 15 yaşında çəkmişdim. Rəsm kursuna getməmişəm. Heç getməyib. Sizcə yaxşıdır. Yəni deməyə ehtiyac yoxdur. Superdir. Şaladır. Boynuzlarına baxın. Səncə rəng tonlamasına baxın. Bu ət rəngini bilindirib əməli başlı. Gözlər olsun, burun, ağız, boynuz, saçlar. Heç getməmişsən, sən halaldır. İndi də 15 yaşındasın, yoxsa hər hansı bir universitetə zad daxil olmuşsan? Sonra deyir uşaq, deyir ki, mən başqa ixtisasda oxuyuram. Bu mənim ürəyimdə qaldı falan. Bu söz mənə çox təsir edir uşaqlar. Heç kimin ürəyində heç nə qalmasa, həqiqətən istəyirsinizsə arxasınca gedin. Necədir müəllimə? Birbaşa girir söhbətə. Necədir müəllimə? Ağladı. Birincisi mən sual verim. Görsən neçə yaşın var Koklan? Maraqlı işləyib də, yəni rənglər alvandır, keçiddə məsələn var, fırçalar toxunuşlarında var, qəşəngdir, niyə də ağladım. Digər bir uşaqlar, videoda səs problemi olduğuna görə burada məsələn bunu deyəcəm. Bu işi mən çox bəyəndim. Bilmirəm qızımızın neçə yaşı var. Həqiqətən çox gözəl işləyib. Tonlaması olsun, çox qəşəngdir. Çox da tünd işləmə, amma belə də çox superdir. Yəni əllərinə sağlıq. Və mənə yaşın çox maraqlıdır. Görürsən neçə yaşım var. Bu rəssamlığı hobi kimi yanaşırsan və ya yəni ixtisasımı bu. Salam müəllimə, necəsiniz? Çox sağ ol, yaxşıyam. Həmişə yaxşı olun. Bu dəfəki şəkillər bunlardır. 4-cü şəkilə kimi işıqla çəkilib. Ancaq ondan sonraki işıqsız çəkilib. İnşallah bəyənərsiniz. Əsas budur. 12 yaşındayam müəllimə. 6000 abunə oldu. Çox təbriklər. Ay, çox sağ olun. Bəli uşaqlar, bu videonu bölüşəndə artıq 6000 olmuş olarıq. Yəni həqiqətən 6000 nəfər. 6000 nəfər az deyil mənim üçün. Heç. Keçən illər bu vaxt heç 1000 abunəm də yox idi. Mən 3-cü kursda başladım. 4-cü kursda magistra görə ümumiyyətlə video ata bilmədim. Magistra hazırlaşdım. Sonradan 1-ci kursda artıq mən yavaş-yavaş video atmağa başladım. Yəni mən magistra ərəfəsində aktual formada video atmaya başladım. Çünki YouTube elə bir platformadır ki, yəni sən davamlı formada video atmalısan. Və bunu da deyim ki, uşaqlar, artıq mən günlərə böləcəm videoları. Short atıram, uzun video atıram. Videonun mövzusu nədir? Hamısını cədvəl formada, postda ya da ki kanalın biosunda bölüşəcəm də. Yəni onu narahat olmayın. Yəni çalışacağım ki, dəqiqəsini eyni vaxtda atım və çox sağ ol təbriğinizə görə. Aralarında elə uşaqlar var idi ki, mənə yazırdı ki, mənimə dostuma, düşmənimə hamısını atmışam, ailə üzvlərimə, hamıya demişəm ki, siz abunə olun. Olsunlar ki, 6K tez olanda, yəni çox kövrəlmişdim.
Delfin forması çox qəşəngdir. Rəngi superdir. Çox qəşəngdir. İşıq kölgə də var da, yəni. Qarpız dilimləri görürük. Yəni bir naturmort işləyib. Naturmortlu güllər. Mənzərə. Altda da birdən dönüş şəklində mənzərə yazıb. Yəni altda da gözəl bir, həqiqətən gözəl bir mənzərədir. Pişik var orada. Çox qəşəng. Bu şəkillər, mən zaten şəkillərə baxmazdan əvvəl uşaqlara birbaşa baxıram. Sonradan video çəkirəm. Müəyyən qeydlər aparıram. Yəni videonun da əvvəlində yazılar da var. Burada da məsələn şəkillər real formada baxıram. Fotodan baxıram ya tənzimləyirəm də, yəni fikirlərimi. Və baxanda mənə çox tanış gəldi. Çünki mən gördüyümü unutmuram. Eşitdiyimi unuda bilərəm. Amma gördüyümü unutmuram. Yəni rəssam olaraq göz yaddaşımız var. Və bu rəsmdə evi təkrar atılmış kimi mənə gəldi və birbaşa kanala baxdım, işığımız söndü, ev yoxdur. Uşaqlar dəhşət külək əsir. Qaldıq belə, ev yoxdur. Əslində rəsminiz görsənsin, baxaq. Yəni bu rəsmi görəndə mən orada gördüm təkrarən atıb Arzu qızımız. Mən çox bəyəndim birincisi. Pinterestdə düz bunun şəklini, bu forması var, şəkili oradan götürüb, özü üçün işləyib. Çox da qəşəng işləmirsən. Portret də çox qəşəng. Göz işləyib, məşq eləyib, hətta tonlama eləyib. Yəni hal-haldır. Yəni portretə kör oldu. Portretə başlamazda və bu təbii kəsməyəcəm. Yox, o qədər də yoxdur. Yəni o qədər kəsə-kəsə video qalmadı. Hər nəysə, baxın uşaqlar, ona görə bəzən videoları çatdıra bilmirəm. Belə-belə hadisələr olur. Dəhşət külək əsir. Ona görə də internet gedir və videonu yükləyə bilmirəm. İnşallah bugün saçlar çox qəşəngdir. O əvvəlki 4-cü şəkli var ya, orada məsələn biraz hüzünlü bir şəklə oxşatdım. Çünki uşağın əli yoxdur elə bir. Bir də köynəyin üstündəki qırıb qəlb görürəm. 6-cı şəkli ən çox bunu bəyəndim doğrusu, 6-cı şəklini. Yəni çox da qəşəngdir. Gülləri çox sevirəm. Ümumiyyətlə mən gül sevirəm də. Dediyim kimi balaca olanda mən balaca uşaq olanda qızıl güllər çəkməyi çox sevərdim. Bu rəsmi də çox qəşəngdir. Yenidən atıb da bunu da, hə. Yeni əl işlərimi də gözləyirəm. Adım nə idi? Arzu. Xavvər. Xavvər, hə, bir neçə dəfə atıb kanala. 13 yaşı var. Baxın, hamısının 12, 13, 11 yaşı var. Xavvər. Bu nə gözəldir belə. Rəngliyib. Bir dəqiqə, Xavvərin işində bayağı bir rəng şeyi var, harmoniyası var. Çox qəşəngdir. Qorxmadan vurmuşsan da rənglər birbaşa belə. Mən də elə eləməyi çox xoşlayıram. Amma çox qəşəngdir Xavvər. Maraqlı işləyib. Baxışlar çox qəşəngdir. 3 dənə iş atıb Xavvər. My Art Life. My Art Life-ə təzə yenə baxırıq. Təzə part atıb da, hissəsi atıb. Yenidən bir portret görürəm. Çox qəşəngdir. Qəşəng. Ümumiyyətlə portretə çox meyilliyim var. Arzu Mazova. Bu soyda 2 dəfə işləyib. Maraqlıdır. Qızıl güllər işləyib. Bax, qızıl gül. Qədər dedik qızıl gül də gəldi. Əhsən, çox qəşəngdir. Maraqlıdır. Bu işimizə baxaq. Maraqlı bir edit görürük də burada. Edit oxşur da. Neçə yaşın var görürsən? Yaşlarınızı qeyd edin inşallah. Çünki yaş mənim üçün önəmlidir biri qismində. Bu iş çox pis olub yazılır. Niyə pis olub deyirsən? Adam heç öz rəsmində çox pis olub deyib. Bu it qoymayacaq danış. Evet. Heç də pis olmayıb da, yəni. Gojodu, onu işləyib, yəni Gojodu onun adı. Tam da yadımda da deyil. Özüm işləyəcəm onu, axtaranda mütləq biləcəm də adını. Maraqlı işləyib. Pis demir öz üçün, qətiyyən pis demir. Niyə pis olsun? Oxşatmışsan, niyə? Yəni, onu baxan ki, mən o Gojo olduğunu bildim. Saçlarından bilinirdi onu. Salam müəllimə, necəsiniz? Çox sağ ol, yaxşıyam. Ümid edirəm ki, yaxşısınız. Yaxşıyam, sizin əl işlərinizə baxıram, çox yaxşı oluram. 15 yaşım var. Atdığım ilk 2 rəsm 3 ay öncəki rəsmlərdir. Ondan sonrakilər isə hal-hazırdakılardır. İndidən incələdiyiniz üçün təşəkkürlər. Mənim üçün də xoşdur həqiqətən. Yenə bir Gojo idi, onu görürük, maraqlıdır. Mən onu axırda çəkəcəm. Ən azı 5 dənə gördük də bunu işləyən uşaqlar. Amma qəşəng işləyib də, yəni çox qəşəng, maraqlı işləyib. Bunu bilmədim nədir quzum. Amma yazarsan, mən çox da videonun əvvəlində də baxdım ona. Dedim, görsən nə işləyib. Bunu deyəsən mütləq.
Yəni tənqid üçün demirəm, bir müəllimə kimi deyirəm. Görsən nə işləmisən? Özünüz o rəsminizi açıqlayın, yazın. Yazanda daha maraqlı olur. Sanki sizlə söhbət eləyirmiş kimi mənə gəlir. Aha, kəllə görürük. Tacı da var. Maraqlıdır. Anime deyil bu. Çok qəşəngdir əslində. Ha, mən o qədər dedim, o rəngli formada işlə, rəngli formasında gəldi, əladır. Çox gözəl işləyirsən də. Yəni 6-cı işində bax. Bu çox bu filmin nəsə nə idi bunun adı? Haydar idi, nə idi? Heydə idi, nə idi? Dur bir yadıma salam. Yo, düşmədi yadıma. Siz bilirsiniz, buna baxmısınız. Mən bu filmə arada bir baxardım. Mən baxdığım nədir? Viktor Kicikov idi. Deyə də bilmədim adını. DJ Futbol. Belə futbolla bağlı şeylər baxmağa xoşum gəlirdi. Beyblade Burst, Beyblade. Sonra nə? Balerina, o heç filmdir. Balerinaya baxardım. Mən səsim şey var ya, Wings Club-a baxan bir uşaq deyildim də arada əgər dizgi film tapa bilməsəydim ona baxırdım da məcburiyyətdən. Belə şeylər baxardım. Amma bunu arada bir baxardı bizim uşaqlar. Maraqlı onlar olardı. Adını da unuttum, yazarsınız. Bu da 7-ci şəklində çox qəşəngdir. Salam, salam. Bunları mən çəkmişəm 13-15 yaş aralığında. İndi isə 11-ci sinifəm, imtahanlarım var deyə çəkmirəm. Rəsm çəkmirəm deyə sanki bir yanım yarım çıxdır. 100% valideynlər deyib ki, bu sənət nə sənətdir? Özünü avara eləmə, get yaxşı bir fərqli bir sənətdən yapış. Yəqin elə deyiblər. Bu sənətdə uşaqlar həm müəllim ola bilərsən, həm memar ola bilərsən, həm dizayner ola bilərsən. Mən öz ixtisasımdan danışım. Mənim peşəmin daxilində bir çox peşə var. Sevdiyin bir peşəyə daxil ol, hobbi kimi məşğul ol, əlavə bir gəlir də əldə edə bilərsən, vaxtın tapdıqca bundan pul qazana bilərsən. İndi baxırda sənin o sənətlə bağlılığından asılıdır. Aha, ürək işləyib çox qəşəngdir. Bax, 13-14 yaşında uşaq işlədiyi işlərə bax. Joker forma, yəni çox qəşəng işləmişsən, hə? Natürmort da işləyib, bax. Natürmort da işləyib, əhsən. Pələng də işləyib, gözləri çox qəşəngdir. Yəni, belə işləyən bir uşağı görürsən, sonra deyir, yarım qaldı arzularım. Özümü yarım hiss edirəm, adam pis eləyirdi. Yəni, artist bil. Video 41 dəqiqədir və artist bilə baxırıq. Mən niyə dəqiqələrə baxıram? Bu qızımızın əlişi qəşəngdir, yəni YouTube kanalında, yəni iki işlərdən bir. Bu qızımız ümumiyyətlə, uşaqlar, ümumiyyətlə bu qızımız artist bir, adını görən kimi bildim. İlk bu seri başlayandan atan əl işlərindəndir. Yəni ilk işini mən çox bəyənmişdim. Bir mənzərə idi deyəsən. Dəniz mənzərəsi elə yadımdadır. Çox qəşəng işləri vardı, yəni. Burada da atıb çox qəşəngdir. Və bu portreti də çox qəşəngdir. Rəngli karandaşla işləyib. Əslən, yəni. Artıq seri neçə dəqiq? 17 dəqiqə uşaqlar. İnşallah 100-dən çox bu seri olar. Çünki mən ərsinizə baxmaydan çox zövq alıram. Adicə bir dənə rəsmə baxırıq. Sizin bir dənə cümlənizdə mən haralara gedirəm də, yəni. Bir dənə söz var, zərgərin qədrini zərgər bilir. O həqiqətən düzgündür. Çəkdiyin əziyyəti sadəcə o əziyyəti çəkən birisi bilir. Yəni bunlar mən çəkmişəm, 12 yaşım var. Qulaqları qısa olan, amma balaca bir dovşan görürük də, şirindir. Salam müəllimə, bu da mənim çəkdiyim şəkillərdir. Mənim adım Zəhradır və 12 yaşım var. Siz məni bir dəfədə rəsmlərimə baxıb qiymətləndirmişdiniz. Doğrudan? Yaxşı. Və siz qiymətləndirdikdən sonra mən heç dayanmayıb rəsmlərimin üzərində işlədim. Sevilirsiniz. Mən sizləri çox sevirəm və bunu eşitmək mənim üçün çox gözəl bir hiss oldu. Yəni, zaten məqsəd bunun, serinin məqsədi də budur. Ağladı yəni. Neçə yaşı var? 12 yaşlı bir Zəhramız. Portret işləyib, köməkçi xəttlərinə işləyib. Yəqin mən orada demişim köməkçi xəttlər. Bu qızımızda burada köməkçi xəttləri, simmetriya. Yəni əməl başlı içində simmetriya var. Ölü gəlini də işləyib. Portretlərinə bax. Ümumiyyətlə portretlərin hamısı qoyuram burada. Qələmlə işlədiyi var. Maral da işləyib. Yəni maraqlı da işləyib. Maral işləyib nə idi? Maraqlı işləyib, yəni portretlər fərqli işləyib. Yaşına görə qəşəng işləyib. Axırdakini çox sevdim ha.
alov çok qəşəng. O rəngləri bildirmişsən. Biz alov deyəndə birbaşa sarı, qırmızı yadımıza düşür. O mavi çox qəşəng. Yəni spiçka yandıranda o rəngi birbaşa görürsən də. Belə alovda görmürsən. Çox qəşəngdir, əla. 10 yaşım var. Adım Naib. Naib adını eşitməmişdim. Fərqlidir. Amma 10 yaşlı bir oğlumuzun bir təsvirinə baxırıq. Ata çox qəşəng real işləyib. 10 yaşında uşaq işləyib. Bunu halaldır sənə. Yəni bu kanalda atılan ən yaxşı atlardan biridir məncə. Müəllimə salam, mənəm Adilə, 14 yaşım var. Burada gördüyünüz şəkillər 13 yaşımda, 14 yaşımda çəkdiyim şəkillərdir. Yəni təzə çəkmişəm də 1 ilə yaxın. Onu qeyd edim ki, mən 10-11 yaşlarında rəsmə 1 il getmişəm. Məsumə müəllimin yanına getmişəm, amma sonra çıxmışam. Məsumə müəllimə salam deyirik, Məsumə müəllimə tanımırıq, amma bir rəsm müəllimədirsə, bizim də bir həmkarımızdır. Evdə sizə videolarınıza baxıb tövsiyələr alıram. Amma bu il yayda rəsmə getməyə yenə davam edəcəyim inşallah. Onu da qeyd edim ki, burada bütün şəkil rəsmlərim yoxdur. Bəziləri hədiyyə olunaraq vermişəm, amma tapsam sizə şəkillərini atacağım. Biraz uzun yazın. Nə qədər istəyən yaz. Ürək nə qədər istəyən yaz. Baxacağım, oxuyacağım. Yəni mənə də zövq verir. Baxayala rəsmlərinə. Çox qəşəngdir. Bir gecə mənzərəsi bizi qarşılayır uşaqlar. Çox qəşəngdir. O ulduz fırça zərbələri. Rəngləri çox sevdim. Mən bıçaq idi o. Bıçaqdır. Sima işləmişəm. Belə qorxulu şeylər işləmirəm. Videonun əvvəlində də dedik. Özünüzə müsbət təsir göstərən şeylər. Əgər hobbi kimi yanaşırsansa, ola bilər. Sən ağlayanda da şəkil çəkə bilərsən, əsəbi olanda da çəkə bilərsən, sevincli olanda da şəkil çəkə bilərsən. Bu demək o deyil ki, hər dəfə belə olsun, amma nəsə qorxulu şeylər çəkməyin də uşaqlar. Özünüzü o hala salmayın. Amma qəşəngdir. Digər işlərinə baxaq. Qəşəngdir. Bir də naturmort. Yenə həmişə kimi naturmort. Qəşəng. Gözəl olmayıb. Ayan yazıb bunu. Təzə başlamışam portret çəkmək. Birincisi Ayan. Pis olsun və ya yaxşı olsun. Əsl davamlı olsun. Pis deyil. Ayan məsələn bir dəfə atmır burada. İlk işlər yadımda deyil doğrusu. Uzun vaxtda da atmayıb ona görə. Pis deyil. Ən böyük tövsiyəm odur ki, hissə çək. Desən hissə çəkmirsən. Elə bir şey xəyal-mayal xatırlayıram. Hissə çəkdikdən sonra onu birləşdirmək daha asandır. Yəni ən böyük tövsiyəm odur. Bu isə yeni ildə çəkdiyim şəkil işləyib. Fondakı bu mavi rənglər, məsələn, fırça zərbələri, səpmişsən, o çox qəşəng görsənir. Uşaqlar zaten görəcəksiniz, çox qəşəngdir. Bu qardan adam da çox şirin və əla görsənir. Salam müəllim, 20 yanvar gözəldir. Bunlara görə əl işimdir, 11 yaşımdır, necədir? Sol boya ilə işləmişim. Bax, texnikanı da bilir uşaqdır, yəni əladır. Akvarelini işləmişsən, çox qəşəngdir. Bir sözlə unutmadıq da yəni. Qan ləkələri falan, çox qəşəng. Aha, yazılıb ki, buyurun, 2 il rəsmə kursuna getmişdim, amma 3 il öncə işlədim. Yəni, 3 il əvvəl. İndi 15 yaşım var. İndi burada yazıb ki, 12 yaşım var. 12 yaşı var, 3 il əvvəl. 9 yaşında rəsmə gedib. Çox balaca olmuşsan, ha. Adım da Fidandır. Dərslərə baş qarışığından boş vaxt çox da olmur. Ona görə də rəsm biraz da hobbi kimi qalacaq. Və üzgün smiley qoyub. Qalacaq yoxsa qaldırdılar, elə elətdirdilər. Maraqlı işləmişsən. Yəni, qəşəngdir. Və bu Nicat tələbəm olub. Hal-hazırda dizayn ixtisasında kollecdə oxuyur. Biraz qocalmışam müəllim, amma bərk qayıdacam. Nicat çox yəni inadkar mı deyək, çox belə əzmli uşaqdır. Dediyini eləyən bir uşaqdır. Mən nə qədər onu tapşırıq versəm də onu çatdırıb gecə yatmayıb yuxulu dərsə gələrdi. Deyərdim ki, nə olub Nida, sən nə olub? Deyirdi ki, mən bunu işləmişəm də. Yəni gecə yatmırdı, onu eləyirdi. Yəni halal deyirəm. Qız çox qəşəngdir, dodaq hissələri çox qəşəng, tonlamanı da eləmişsən və bu o şövalye var ya. Nə deyirlər? Bizim Azərbaycan dilində nə deyirlər ona? Şövalye demirlər.
Hətta nəsə siz bilərsiniz uşaqlar, yazarsınız. Mən hal-hazırda o qədər şəkillərə baxmışam ki, mənim lüğətim getdi də, yəni. Amma çox qəşəng işləmisən Nicat. Niyə də qocalmısan? Nə yaşın var sənin? Hələ sənin 17 yaşın olmayıb. 16 yaşlı bir oğlumuzdur. Əllərinə sağlıq. Davamda elə. Yəni işləyərsən. İndi dərslərin var, imtahanların var, başa düşürəm. Daha da lap qəşəng işlərin olacaq. Öz üzərində işlə, vaz keçmə. Yaxşı olacaq. Əl işlərinə baxırıq. Bir daha əjdaha işləyib. Çox da qəşəngdir. Yəni forması, baxışda hiddətliliyi bilinir də, yəni onun. Maralı görsən. Pişik də işləyir. Pişik də şirindir. Qızıl quş qırğı. Mən niyə oxuya bilmədim? Çünki birinci dəfə eşitdim bunu. Ona görə də bəlkə düz. Çox fərqli. Mən ümumiyyətlə Şahin videolarına baxanda fərqliliklər görürəm. Nəyə görə deyirəm? Uşaqlar, məsələn, o araşdırır o haqda, çəkir. Sonra ona stilizə eləyib formada işləyir. Mən o eləyən odur da, yəni wow deyən, delətdirən odur ki, bu insan davamlı formada öz üzərində 200 neçə dənə videosu var kanalında və daha artmaya davam eləyir. Plus belə fərqli stildə işləyir. Hamı realistik işləməyə çalışır, amma hər kəs öz fikrini, ideyanı ortaya qoymaqdan çəkinir. Nəyə görə? Hansı biri mənfi rəy bildirər, tənqidi yanaşar və ya başqa. Ona görə bu şeylərə yanaşmamaq lazımdır. Yəni o buna əks gedən insanlardan biridir. Şirdə işləyib, keçi işləyib, ayaqları maraqlıdır. Biraz incətsən lap əla olar. Dəvə də işləyib. Məsələn, dəvənin həmin su saxladığı hissədə çox aralıdır. Daha da belə necə deyirlər, daha da belə ön planda eləyə bilərsən. Sıçovulda işləyib, atda işləyib, qoyun. Birinci mən əjdahanla bunları məsələn birləşdirəndə artıq illəri elə bir çəkib, illər. Bu ildə at ildə uşaqlar, mənim ilimdir, 2002-yəm mən də. 12-02-2002. 2 rəqəmini çox sevirəm. At da çox qəşəngdir, qoyun da qəşəngdir. Atdan sonra qoyun eləyib. Həqiqətən ilin elə bir ardıcıllığını eləyib. Gələn ildə qoyun eləyib. İlan, yox, ilan atdan əvvəldir. Çox qəşəng. İlanın nəyindən formasına xoşum gəldi. Belə eləyib. Ayı da şirindir. İnək. Uşaqlar, inək çəkmək asan deyil. Mən bir dəfə dərsdə oturmuşam, bir müəllim mənə deyirdi, inək çəkə bilərsən. Qaldım belə. Görürsən, müəllim mənim inək çəkməyimi niyə istəyir? O mənim maraqlı idi də, yəni niyə inək çəkim? Yəqin deyib ki, yəni hər gün gördüyün bir şeyi görmədən çəkə bilərsən, bəlkə bunu demək istəyib. Mən başa düşmürdüm. Mən də qalırdım, baxırdım. Yəni nə istəyir mənim inək çəkməyim? Nə görüb də o inəkdir deyirdim. Biraz qəribə havalara girirdim. Neçən sinif idim mən? 7-ci sinif. 14-13 yaşımda var idi. Dələ işləyib. Hər heyvanı işləyib. Mən məsələn, nə yalan deyim, mən rəssam olsam da bunları çəkmirəm də. Yəni, dələni işləmişəm, məsələn, inək çəkməmişəm, at işləmişəm, amma sıçovulzat çəkməmişəm. Fərqli şeyləri əl atır da, yəni. Özünün elə bir challenge deyək. Mən bunu çəkəcəm, hamısını çəkəcəm deyir də özünə. Zürafə də qəşəngdir. Zürafənin biraz boynunu daha uzun eləsən, Allah bəla olar. Yəni, sən onun o üstündəki, bədənindəki, o dərisindəki olan ləkə falan, hamısını eləmişsən. Tükü də qəşəngdir. Bir deyək, tükü canavara oxşatdım. Fərqi nədir sizcə uşaqlar? Yazarsınız şərhdə. Yəqin taparsınız. Amma üz quruluşundan bir dənə oxşatdım. Aha. Qəşəngdilər. Canavarın məsələn şirinlik var. Aha, burada yazıb, salamlar dikidə çəkmişdim. Uçurum kənarında insan. Ha, baxın. Çəkdiyi üslubla bu çəkdiyi tamamilə fərqlənirdi. Burada artıq realistikdir, bir dərinlik var. İnsan uçurumun kənarına niyə gələr? Dərin bir məna var uşaqlar. Əslində uçurum demirəm, uçurumun kənarına gedin, özünüzü oradan tövbə sıfırına. Elə bir şeylər eləmin qəti sürətdə. Bu ən aciz insan odur ki, özünə qəsd edib bunun çıxış yolu olduğunu düşünən insanlardır. Qətiyyən elə bir şeyə əl atmayın. Və düz 42 nəfərin rəsmi, hər biri 10-10 rəsm atıb. Ən azı buraya 100 dənə rəsm bu videoda var. İndi bilmirəm, indi hal-hazırda 1 saatdır ki, mən sizin rəsmlərinizə, 1 saatdır rəsmlərinizə baxıram. Böyük ehtimal bəzi hissələr ki var, işıq olsun, it pişik, hər bir şey keçdi buradan da bu dəqiqə. Haçan video çəkirəm, bir şey baş verir. Ona görə bəlkə bir qısaldılmış bir formada, ən azı bir 40 dəqiqə, yarım saat ola bilər bu video. Çox da uzatmayaq. Digər videolarda görüşənədək. Hər birinizi çox sevirəm. Rəsmə olan sevginizlə sevgim artır. Bir sözlə digər videolarda görüşənədək. Hələlik.